kilo Osman. 2016. Alt kalıqdan filtrin vəziyyətdə olmalı təzə. O köynəsin. Yenə də həmişə ki, bunun açıq içinə baxmaq lazımdır mütləq. Baxın, tutmana tutulur, amma yenə də bunda sürüşkə yoxdur. Yəni, sürüşkə qalacaq gezişir, sonra olur, nə bilim, sürüşkələr olur, yığılır bura. Təzə filtr, yenə də publikin saniki, yenə buna dəyişəcək. Orijinal geometrika, qalıqların içi, hangi vəziyyəti. Modelimiz Hyundai Elantra 2018. Qalıqların yağın filtrini dəyişirik. Bu qalıqların yuğulan vəziyyəti, içi tərtəmiz olan vəziyyəti. Qalıqların köhnə filtri budur. Bu hər zaman filtr dəyişəndə məsləhətdir ki, filtr sındırılsın, içinə və ətraflı şəkildə baxılsın. Çünki elə detallar var, qırıntılar olur, filtrin içinə yığılır. Filtrə belə olur, belə heç də görsənmir. Filtrin köhnə vəziyyəti, köhnədir. İçin vəziyyətinə baxın. Mazut qapqara. Bizim onun içində sürüşkalar var, azmaz. Yəni bu elə bir ciddi problem deyil. İnşallah bunun filtrini dəyişəcəyik. Orijinal filtr. Filtrin var, içi belə olmalıdır, tərtəmiz. Bahara. Sonra bu bir sanki deyilən bir şey var. Ya bu mütləq dəyişmir. Qiyməti də baha deyil, 10-15 manat. Orijinal geometrika. Mütləq orijinal geometrika olmalıdır. Bir filtr dəyişəcək. Bir də ulduz deyilən bir şey var. O, yenə deyirəm, bu modellərdə sıxılmağa ehtiyac yoxdur. Ümumiyyətlə, Hyundai ki, yəni 70-80% maşınlarda ona heç vaxt ehtiyac olmuyor. Yəni, bunu bəzi ustalar anladırlar ki, açdıq, boltu sıxdıq, yoxladıq, ehtiyacsız bir şeydir. Yəni, ona görə əlavə pul lazımsız bir şeydir. İnşallah bunu yığıb müştəriyə təklif edəcəyik. Xeyirli olsun. Salamünaleyküm, Hyundai Elantra 2017 sadə sürətlər qutusu. İnşallah sökmüşük. Qalıqların yağı filtr dəyişəcəyik. Söktük, paketlərə baxdıq. Boltu da yerində. Hərçən ki, sedanlarda, Hyundai ki, yəni sedanlarında bolt boşalması demək olar ki, olmur. Yəni, mən bu qədər qalıqda sökmüşəm, yəni qarşıma bunların bolt boşalması çıxmayıb. Tərtəmiz olub, öz qaydasında. Bir də onu yenə deyirəm. Hər dəfə qalıqları sökəndə ustadan tələb edin. Filtri söksün, içinə baxsın. Birinci növbədə içinə baxmaq lazımdır. Əgər qalıqda problem olsa, filtrin içinə yığılacaq hər şey. Köhnə filtr tutulub, təzə filtrdir. Orijinalına. Bir də mütləq publikin saniki var, nasos saniki deyirlər. Bu dəyişməlidir. Qiyməti də baha deyil. Ya bu boyda işə bunu dəyişməmək məncə düzgün olmaz. İnşallah yığıb tərəf verərik. Allah razı olsun.